Salam uşaqlar. Deməli, bugünkü mövzu izahımız olur. Köməkçi, axırıncı, sonuncu köməkçilik hissəmiz olan nida köməkçilik hissəsi. Nida nədir? Nida köməkçilik hissəsi danışanın hiss və həyəcanını ifadə edən köməkçilik hissəsinə nida deyilir. Yəni, danışan hiss və həyəcan, müxtəlif hiss və həyəcanlar keçirir. Bunlardan da bu da nida hesab olunur və bunlardan da bu hiss həyəcanlardan da nidanın müxtəlif məna növləri ortaya çıxır. Məna növləri. Bu məna növləri sevinç, şadlıq, sevinç, təəccüb bildirənlər, qorxu, narahatlıq bildirənlər, çağırış bildirənlər, qəm, kədər bildirənlər. Bunların hamısı hiss və həyəcan da hesab olunur. Çağırış da bir hissdir. Çağırış və şadlıq, sevincdir, təəccübdür, qorxudur, narahatlıqdır, qəm, kədərdir. Bunların hamısı nifrət, istehzadır. Burada bunu unutdum, demədim, altına xətt çəkmədim. Bunların hamısı hiss və həyəcan ifadə edir. Yəni, biz danışanda bu sözlərdən istifadə ediriksə, danışığımızda bu adlanır nida. Bu sözlər nida hesab olunur. Şadlıq, sevinç bildirən, təəccüb bildirən nidalar bəh, bəh, of, ura, paho, oh, qay, aycan, aycan, məsələn, və s. Məsələn, deyirəm ki, bəh, bəh, necə gözəl mənzərədir, bəh, bəh, necə gözəl mənzərədir. Burada təəccüb də bildirə bilər, situasiya nasıl olaraq. Ümumiyyətlə, nidalar situasiya nasıl olaraq dəyişə bilir. Sevinə də bilərsən, təəccüblənə də bilərsən, şad ola da bilərsən, xoşbəxt ola da bilərsən. O bəh-bəh onu bildirir. İkinci olaraq qorxu, narahatlıq bildirənlər ay aman, ah, vay vay, uf, aydat və s. kimi nidalar qorxu, narahatlıq bildirir. Vay vay, nə günə düşmüsən, vay vay, nə günə düşmüsən. Burada unudub vergülü qoymamışam, amma vergüldən də istifadə olunacaq burada. Çünki vergül durğu işarələri mütləq şəkildə qoyulmalıdır nidalarda ki, birazdan onlara yer verəcəyik biz. Çağırış nidaları ey, ey, ay, ya, hey, a, ehey və s. kimi nidalar çağırış nidalardır. Deyirəm, hey, məni eşidirsiniz, hey, məni eşidirsiniz. Burada çağırış nidasından istifadə etmiş oluram. Nifrət, istehza bildirən nidalar var. Tfu, xa, 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 xu, xox və s. kimi deməli, nidalar istehza və nifrət bildirən nidalardır. Məsələn, deyirəm ki, xox, qorxaram ha birdən, xox, qorxaram ha birdən. Burada xox olacaqdır, nifrət və istehza bildirən nida və özündən sonra mütləq şəkildə vergül durğu işarəsi də qoyulacaq. Qəm, kədər bildirən nidalar var. Of, ah, oh, oy, və s. Bunlar qəm, kədər bildirirlər. Artıq ehtiyat edirəm. Artıq ehtiyat edirəm. Burada olacaqdır, qəmlənir, kədərlənir, bu mənada bildirilir. O hissəcanı verir, daha doğrusu. Nidalarda durğu işarələri. Nidalarda durğu işarələri məhz bu cürdür. Birinci olaraq baxaq. Cümlənin əvvəlində gələn nidalardan sonra çox vaxt intonasiya nasıl olaraq vergül və ya nida işarəsi qoyulur. Vergül də qoyula bilər, nida işarəsi də qoyula bilər. Yenə deyirəm, intonasiya nasıl olaraq. Ah, mən nələr duyuram sənin səsində, ah. Burada vergül durğu işarəsindən istifadə olunub. Yüksək hiss həyəcanla deyilsə, ondan sonra nida durğu işarəsi qoyula bilir. Vah, buymuş sənin yeni sistemin. Burada nida durğu işarəsindən istifadə olunacaq. Cümlənin ortasında gələn nidalardan əvvəl və sonra daha doğrusu vergül durğu işarəsindən istifadə olunur. Məsələn, qorxdum, ay aman, yarıldı bağrım. Qorxdum, ay aman, yarıldı bağrım. Olacaqdır burada nida və hər iki tərəfindən vergül durğu işarəsi qoyulacaq. Cümlənin sonunda gələn nidalardan əvvəl vergül,
Sonra isə cümlənin növündən asılı olaraq müxtəlif durğu işarələri qoyula bilər. Misal üçün deyirəm ki, evlərin qiyməti aşağı düşdü. Aycan, aycan. Əvvəl qoyulur vergül durğu işarəsi, sonra isə yüksək hissəcanla bildirilirsə, deyilirsə, nida durğu işarəsindən istifadə olunur. Çağırış bildirən nidalardan a, ay, ey nidalarından sonra vergül qoyulmur. Nidalardan sonra gələn xitablardan sonra vergül qoyulur. Misal üçün, a rəsul, a və yaxud da ay rəsul, ey rəsul. Məsələni bilirsən axı. A rəsul, məsələni bilirsən axı. Budur olacaqdır. Ey nidası ismə qoşulmadan özü çağırış bildirdikdə ondan sonra vergül qoyulur. İsmə qoşulmadan özü çağırış bildirdikdə ondan sonra vergül qoyula bilir. Məsələn, deyirəm ki, ey mənə bax və yaxud da ey mənə baxın. Ey nidası burada ayrı şəkildə intonasiya oturdu, çünki özündən sonra vergül durğu işarəsi qoyulacaq. Bəzən intonasiyadan asılı olaraq ey nidası ilə ona qoşulan söz arasında vergül qoyula da bilər, qoyulmaya da bilər. Vergül qoyula da bilər, qoyulmaya da bilər. Ey oğlan, kim lazımdır? Ey, burada bir fasilə, bir pauza varsa burada artıq vergül qoyulur. Oğlan, kim lazımdır? Bir də deyirəm, ey oğlan. Budur, əgər intonasiya ilə deyirəmsə, kim lazımdır? O zaman xitabdan sonra vergül durğu işarəsi qoyulacaq. Qeydimizə baxaq. Göründüyü kimi cümlədə nida köməkçi nitq hissəsinin işlənməsi həmin cümlənin nida cümləsi olması anlamına gəlmir. Yəni nida cümləsi olmaya da bilər. Nəqli cümlə ola bilər və sual cümləsi ola bilər və s. Deyirəm, yenə gəzməyə getməyəcəyik. Gördüyünüz sual işarəsi var. Yəni sual cümləsidir bu, amma nidadan da istifadə olunub. Yəni bu da o deməkdir ki, nida işlənən bütün cümlələr nida cümləsi, məqsəd və intonasiya görə növdən söhbət gedir əlbəttə ki, əmr cümləsi, nəqli cümlə, sual cümləsi, nida cümləsi bunlardan söhbət gedir ki, məhz nida cümləsi ola bilər ki, cümlədə işlənsin, amma nida daha doğrusu köməkçi nitq hissəsi cümlədə işlənsin, nidası. Amma cümlə nida cümləsi olmasın, bir başqa intonasiya məxsus olsun və ona uyğun durğu işarəsi qoyulsun ki, burada da sual cümləsi hesab olunur. Sual cümləsi kimi götürüləcək. Ah, mən bu barədə məlumatlı deyildim. Burada isə nəqli cümlə olaraq götürüləcək. Nəqli cümlə olaraq biz ələ alacağıq bunu. Ah, mən bu barədə məlumatlı deyildim. Qeydimizə baxaq. A, ya nidaları sözdən sonra gələrsə, sözlərə bitişik şəkildə bu çağırış nidaları sözlərə bitişik şəkildə yazılır. Deyirəm, Seyida ölməmişəm. Xudaya özün bilən məsləhətdir. Burada A-lar sözə bitişik şəkildə yazılacaqdır. Sonra nidalarda amonimliyə baxaq. Digər nitq hissələr kimi nidaların da amonimliyi var. Əlbəttə ki, burada da qrammatik amonimlikdən söhbət gedir. Yazıram bura. Qrammatik amonimlikdən söhbət gedir. İsim kimi deyirəm ki, işləməkdən heyim qalmayıb. Hey isim kimi işlənir burada. Qalmayıb. Nida kimi işlədək. Deyirəm, hey, məni eşidirsiniz. Nida kimi. Bir də hey işlənəcəkdir. Deməli, zərf kimi. Burada düzdür, hey belə bu cür verilib, amma zərf kimi işlənəcəkdir. Üçüncü zərf olaraq işlənəcək. Misal üçün deyirəm ki, hey bazara gedir. Belə bir cümlə. Hey bazara
Hey bazara gedir. Hey bazara gedir. Hey burada zaman zərfi kimi, nə zaman bazara? Hey bazara gedir. Yəni hər zaman mənasında, belə deyim də, mütəmadi olaraq, intensiv olaraq bazara gedir. Hey o mənada işlədilir. Burada nidası, biz isim və nida kimi işlədək, buna baxaq. İsim kimi işlənəndə deyirəm ki, ürəyinə sanki bir ox batdı. Ox batdı. Burada ox isim kimi işlənəcəkdir. Nida kimi yazıram ki, ox, partla ürəyim. Partla ürəyim. Ox isə burada özündən sonra verici durğu şərəsti əlbəttə qoyulacaq, nida kimi işlənəcəkdir. Sonra vay isim kimi və vay nida kimi işlənməsinə baxaq. İsim kimi deyirəm ki, evlərinə vay düşüb, yas mənasında, yəni qara xəbər vay mənasında vay düşüb. Vay düşüb. Nida kimi vay. Kömək edin. Vay, kömək edin. Burada isə işlənəcəkdir nida kimi.